Cənablar, mən ilk öncə hamını burada görməkdən çox şadam. Çox şadam ki, mən bugün buradayam. Əfsanə xanıma dedim, bəli, dedim sizin üçün buradayam, qadınlar üçün buradayam. Sözün həqiqi mənasında ilk öncə qadınlar üçün buradayam. Çünki hesab edirəm ki, qadınlarımız hardasa bir iş görmək istəyirsə, toplumumuz üçün, millətimiz üçün, dövlətimiz üçün, dünyamız üçün yaxşı bir işlər görməyə çalışırsa, hamımız onun arxasında olmalıyıq. Xüsusilə də qadınlar. Qadınların bugün bir-birinə dəstək verməsi həddindən artıq önəmlidir. Mən Avropa Şurasında Qadın-Kişi Bərabərliyi Komitəsinin üzvüyəm. Bir gün komitədə məndən soruşdular, oturub müzakirə edirdik. Sizcə nə zaman qadın-kişi bərabərliyi dediyimiz haqlarla, hüquqlarla, hər şeylə bir anlayış dünyada hakim olacaq? Mən dedim ki, biz tərəfdə belə bir söz var, hər yerdə bunu deyirik. Deyirlər ki, hər uğurlu kişinin arxasında, hər başarılı bir erkəyin arxasında bir qadın dayanır. Nə vaxt ki, dünyada deyəcəklər ki, hər uğurlu, başarılı bir qadının arxasında bir erkək dayanır, bir kişi dayanır, o zaman eşitlik olacaq. Hələ ki, dünyada bu ifadə ki, öz yerini tapmır. Uğurlu qadınların arxasında biz uğurlu erkəkləri görmürük ki, o erkəklər dəstəyindən o qadınlar əldə edirlər. Və bu toplumlarda geniş yayılmayıb, bu mental düşüncə dəyişmədən təbii ki, bizim bu istiqamətdə irəliləməmiz o qədər də asan olmayacaq. Amma mənim çox sevdiyim bir qadın var, onun düşüncəsini çox sevirəm, fəlsəfi düşüncəsini. Onun adı Simone de Beauvoir'dır. Onun çox gözəl bir sözü var. Deyir ki, xilasını başqa birində görmək yıxılmağın ən kəsə yoludur. Yəni, xilasını özündə görəcəksən. Qadınlar da xilaslarını başqalarında görməməlidir. Bəlkə də bu qadınların tarixən ən böyük səhvidir ki, hər zaman xilası başqasında görür. Qadın xilası özündə görəcək. Özündə görərsə, o zaman daha güclü olacaq. Toplumda da, cəmiyyətdə də, hər yerdə də lazım olan haqqı əldə edəcək. Çünki haqqı vermirlər, haqqı alırlar. Dünyada bu anlayış var, heç zaman haqqı rahatlıqla vermirlər. Haqları insanlar özü alır və qadınlar da layiq olduğu haqları almaq üçün özləri mücadilə etməlidir. Və Simone de Beauvoir'dan çox illər əvvəl bizim belə bir kişilərimiz olub, erkəklərimiz olub ki, qadınlardan da çox qadın hərəkatının vacibliyini öz yazılarından, öz şeirlərindən, öz yaradıcılığı ilə bütün dünyaya səslənib. Bu böyük dahilərdən biri Hüseyin Cavid idi. O Cavid ki, deyirdi ki, qadın gülərsə, şu işsiz mühitimiz gələcək, sürüklənən bəşəriyyət qadınla yüksələcək. Və Cavidin qadın şeiri var. Burada oxumayan varsa, mütləq internetdə gedib alsın, baxsın. Qadına müraciətlə dediyi söz var. Simone de Beauvoir'dan çox-çox 10 illər əvvəl Cavid qadına haqqını alacaqsan, haqqını almaq üçün hər kəsi də qarşına lazım gəlsə alacaqsan deyə səsləniş edir. Niyə edirdi Cavid bu səslənişi? Cavid ona görə edirdi ki, Cavid bir millətin aydını idi. Bir millətin görən gözü idi. Cavid çox yaxşı bilirdi ki, bir toplumda əgər qadın öz davasının arxasında ola bilməzsə, o toplum o davanı heç zaman, o milli davanı yüksəklərə apara bilməz. Niyə? Çünki evladı daha çox tərbiyə edən anadır. Əgər ana, qadın öz haqqını bilməzsə, əgər ana, qadın təhsilli, savadlı olmazsa, əgər ana, qadın öz milli davasını dərindən bilməzsə, o böyütdüyü evladı da, yetişdirdiyi evladı da, xüsusilə bizi kimi toplumlarda ki, Türk və müsəlman toplumlarında evladın tərbiyəsinin %80-i də yox, 90 ananın üzərindədir. O evladın gələcəkdə o davaları, o millətin, o toplumun məsələlərini ciddi şəkildə yürütməsində problemlər olacaq. Onun əziyyətini biz bugün çəkirik əslində. Ciddi şəkildə çəkirik və ona görə də təkcə qadınlarımız da yox, kişilərimiz də bunu çox ciddi şəkildə düşünməlidirlər. Əziz mənim bacı qardaşlarım, mən qadın məsələsinə dönəcəm, ancaq başqa bir neçə məsələləri vurğulamaq istəyirəm. İlk öncə Azərbaycan dövlətinin dünyanın harasında yaşamasından asılı olmayaraq, harada doğulmasından və harada yaşamasından asılı olmayaraq, hər bir Azərbaycanın milli lideri Heydər Əliyevin dediyi kimi, hər bir Azərbaycanlının vətəni olan Azərbaycan dövlətinin müstəqilliyinin
20 illiyi tamam oldu. Bu bizim üçün çox böyük bir bayramdır. Niyə görə? Mən o niyələrin bir çoxunu açıqlayacağım. Ancaq sadəcə bir şey demək istəyirəm ki, BMT-nin əgər siz baxsanız statistikalarına dünyada nə qədər millət var, nə qədər xalqlar var. Amma dünyada nə qədər millətin və xalqın dövləti var, müstəqil dövləti. Təkcə bu anlayışdan yanaşsaq, dövlətimizin bizim üçün nə qədər böyük nemət olduğunu görə bilərik. Mən hələ millətimizin, vətənimizin keçdiyi yola toxunacağım, bu ayrı məsələ. Nə qədər önəmli olduğunu görə bilərik. Və Azərbaycan dünyadakı, Əfsanə xanımın bugün vurğuladığı biraz öncə, dünyadakı 50 milyondan artıq Azərbaycanlının, Azərbaycan türkünün assimilyasiyadan xilas edəcək ən böyük neymətdir ki, çünki dövlətçiliyimizin uzun illər olmaması, müstəqil dövlətimizin olmaması bu assimilyasiyaların daha sürətli getməsinə, bu beyinlərin daha tez yuyulmasına səbəb olub. Və ona görə də müstəqil dövlətimizin olması bütün Azərbaycanlılar üçün dünyanın hər yerində ən böyük neymətdir. Bundan böyük neymət yoxdur ki, Azərbaycan adında dövlət var və o dövlət inkişaf edir. Ona görə də mən dövlətimizin 20 illiyi münasibəti ilə sizin hamınızı təbrik edirəm. Hamınızı təbrik edirəm və dövlətimizin qurulmasında, dövlətimiz uğrunda canından keçən şəhidlərimizin, insanların qarşısında hamımız baş əyirik ki, o insanlar bu dövlətimizin qurulmasında, yaranmasında böyük xidmətlər olublar. İkincisi, bugün gözəl bir gündür. Ona görə ki, bizim qardaş Türkiyəmizin, bir millət, iki dövlət olduğumuz Türkiyəmizin bugün Cumhuriyyətinin 88-ci il dönümüdür. Türkiyənin varlığı təkcə Türkiyə üçün deyil. Türkiyənin varlığı bütün Türk dünyası üçün, o cumhuriyyətin yaranması, o cumhuriyyətin varlığı bütün Türk dünyası üçün o qədər böyük bir təsir olub ki, bunun heç zaman əvəzi ola bilməz. Və Türkiyə müstəqilliyini əldə elədiyi zaman Türk cumhuriyyətlərinə, Azərbaycan da daxil olmaqla hər zaman öz dəstəyini ilk öncə göstərib, ilk müstəqilliyini tanıyıb, Türk kökənli cumhuriyyətlərin, Türk cumhuriyyətlərinin və hər zaman əlindən gələni dəstəyi edib. Ona görə də mən hesab edirəm ki, Türkiyəmizin Cumhuriyyət bayramı bütün dünyanın hər yerində yaşayan, özünü Türk sayan bütün insanların bayramıdır. Ona görə də mən sizi bu bayram münasibəti ilə də təbrik edirəm. Cumhuriyyətimizin, Türkiyəmizin, belə deyək, bayrağı əbədi olsun, əbədiyyən Cumhuriyyət günlərini qeyd eləyək və mən burada Türkiyədən olan bacı qardaşlarımızı da bizim ümumi bayramımız olan bu bayramımız münasibəti ilə təbrik edirəm. Başda Qazi Mustafa Kemal Atatürk olmaqla Cumhuriyyəti quranların hamısının qarşısında da biz baş əyirik, onları hər zaman rəhmətlə xatırlayırıq. Eyni zamanda bu sevincli günlərimizdə bir kədərimiz də var. Bugün bizim üçün, Azərbaycan türkləri üçün və təbii ki, Azərbaycan türkləri ilə bərabər Türk insanı üçün çox kədərli bir hadisə bugün Zəngilan rayonunun işğalı günüdür. Çox təəssüf ki, Azərbaycanın çox gözəl bölgəsi olan, çox önəmli bölgəsi, çox gözəl bölgəsi olan Zəngilan bugün Ermənistan silahlı qüvvələri tərəfindən işğal olunub və biz orada şəhidlər vermişik. Və biz o şəhidlərimizin də qarşısında baş əyirik və mən inanıram sözün həqiqi mənasında. O gün uzaqda deyir ki, biz Zəngilanımızı da, digər o işğal altında olan bölgələrimizi də çox yaxın zamanlarda işğaldan azad edəcəyik, şəhidlərimizin ruhu da rahatlıq tapacaq. Biz bütün şəhidlərimizin qarşısında buradan baş əyirik. Eyni zamanda mən o şəhidlərin qarşısında baş əyirəm ki, bizim Cənubi Azərbaycanımızın, Güney Azərbaycanımızın azadlığı üçün, Güney Azərbaycanımız üçün canını veriblər, canını qurban veriblər. Səttarxanlar, Pişavarilər, Xiyabanilər, o hərəkatda olan və ondan sonraki hərəkatda olan bizim yüzlərlə insanımız var, şəhidimiz var. Biz onların da qarşısında baş əyirik və inanırıq ki, onların o haqlı davaları da inşallah bir gün hamımızla birlikdə öz nəticəsinə çatacaq. Əziz bacı qardaşlarımız, bizi nə birləşdirir burada? Bu İsveçdə, Stokholmda, bu zalda bizi birləşdirən bir neçə məsələ var. Bu məsələlərdən biri ondan ibarətdir ki, biz Azərbaycanlıyıq, Azərbaycan türkləriyik. İkinci birləşdirən dəyər, biz ümumiyyətlə türkük.
Türk insanının bir parçasıyıq və bizi birləşdirən bu milli kimliyimizdir. Üçüncüsü bizi birləşdirən biz insanıq, dördüncüsü dünya vətəndaşıyıq. Və bu günləri bu zalda bizi ən böyük birləşdirən dəyərləri mən sadaladığım zaman birincisi vurğuladım ki, biz Azərbaycanlıyıq, Azərbaycan türküyük. Azərbaycanlı dediyim zaman mən vətən olaraq Azərbaycanlını deyirəm. Çünki o vətən çox böyük vətəndir. O vətən bugünkü Azərbaycan Respublikası deyil. Və biz o vətəni düşünməliyik. Harada yaşamamızdan, o vətənimizin bu günləri müxtəlif dövlətlərin içərisində paramparça olmuş o vətənimizin evlatları olaraq harada doğulmamızdan və harada yaşamamızdan asılı olmayaraq o vətənlə bağlı ciddi düşünməliyik. Azərbaycan adında o vətənin əraziləri 410.000 kvadrat kilometr idi. Bu günləri dünya xəritəsinə baxan hər kəs 410.000 kvadrat kilometr ərazinin nə demək olduğunu çox yaxşı anlaya bilər. Amma Gülüstan, 1813-cü ildəki Gülüstan, 1828-ci ildəki Türkmənçay müqavilələri ilə vətənimiz iki yerə paramparça bölündü. Bu millətdən heç soruşmadılar da, sən buna razısanmı? Sənin düşüncən nədir? Oturdular, vətənimizdə, torpaqlarımızda gözü olan imperiyalar bir xalqı heç vecinə də almadan, heç onun göz yaşına, ağrılarına əhəmiyyət də vermədən, o vətəni elə bil ki, vətən sadəcə bir torpaqda oturacaqsan, böləcəksən, oturdular masada, hardan böləcəyik, hardan hara kimin işğalında qalacaq deyə bu vətəni böldülər. Və bizim vətənimiz o günlərdən Azərbaycan ilk dəfə Şimali Azərbaycan deyilən, ilk dəfə 1918-ci ildə müstəqilliyini alana qədər biz işğallarda yaşadıq. O vətənin başına nə oyunlar gətirdilər, bunu bizim qadınlarımız evlatlarına anlatmalıdır. Mən ona görə buraya qadınlarımızla, məhz qadınlar üçün gəldim deyirəm. Analarımız, buradakı qadınlarımız, hər yerdəki qadınlarımızı da bunu danışaraq, bunu anladaraq deməlidir. Biz evlatlarımızı anlatmalıyıq o vətənin başına nələr gətirildi. Əgər biz o vətənin başına nələr gətirildiyini anlatmasaq, evlatlarımız gələcəkdə də dostunu, düşmənini də tanımayacaq, davalarının da arxasınca getməyəcək. Əgər o evlatlar bilmirlərsə, bu 410.000 kvadrat kilometrlik Azərbaycan adlı vətənin başı nələr gətirilib, necə o masaların üzərində araqlar döyüşdürərək, sənədlərə imza ataraq necə parçalanıb və bizim insanımız ondan sonra nə bəlalar çəkib, bunu bilmədən hansı biz milli davadan danışa bilərik? Mən insanlarımıza deyirəm hər yerdə, bu günləri danışdığımız erməni problemi də o müqavilələrdən sonra millətimizin başına gələn bəlalardır. Haradaydı ermənilər? Erməniləri Gülüstan-Türkmənçay müqaviləsindən sonra Rus imperiyası köçürmədimi Azərbaycanın bugünkü Ermənistan adlandırılan o dövlətin ərazilərinə? Orada erməni mi var idi? İrəvanda 1918-ci il Rus arxivlərini açırsınız, əhalisinin 90%-dən çoxu da türkdür hələ o zamanlarda da. Bax, vətənimizin başına gələn bəlaların kökü oradan qoyuldu. Və ona görə də biz təkrar vurğuluyuram ki, evlatlarımızı istəyirik ki, milli davalarımızın arxasında olsun, keçmişimizi yaxşı öyrədəcəyik. Nə verdi bu bizə? Uzun illərlə dövlətimizi itirməmiz, uzun illərlə müstəqilliyi itirməmizin sonu Əfsanə xanımın söylədiyi kimi, sonra da millətə yanlış tarixlər oxutdular, millətə yanlış ideologiyalar oxutdular. Bu günləri də mən İranın tarix kitablarında Azərbaycan Respublikası güya İran torpaqlarının bir parçasıdır, İrandır və s. kimi hələ də bunu boş-boş şeylər yazaraq bizim insanımıza oxudurlar. Ona görə biz insanımıza tariximizi daha dərindən öyrənməlidir. Bəli, bu günləri də o tarix kitablarında yazırlar ki, nəinki Güney Azərbaycan, hətta bugünkü Azərbaycan Respublikası güya İran torpaqlarının bir parçasıymış. Bəli, indi hələ coğrafi adda şeylər də kəşf edirlər özlərindən, Şimali İran, nə bilim, nə deyə. Ona görə də biz çox diqqətli olmalıyıq. Gənclərimiz bilməlidir tariximizi. Və o assimilyasiyanın səbəblərindən, əsas səbəblərindən yenə vurğuluyuram, biri də bu idi. 130.000 kvadrat kilometr qaldı şimal dediyimiz
Azərbaycanda. Bir baxın ki, 1828-dən 1918-də biz çıxanda 130 min kvadrat kilometr artıq 114-ə düşmüşdü. Çünki nə eləmişdi? 7 min kvadrat kilometrlə Dərbəndi Rusiya aldı, öz işğal altında saxladı. 9 min kvadrat kilometrlə də İrəvanı aldı, Ermənistana verdi. İlk dəfə müstəqilliyini şimal 130 min kvadrat kilometr ilk dəfə müstəqilliyini quranda ki, o cümhuriyyəti quranlara Allah qəni-qəni rəhmət etsin ki, o bizim üçün ən böyük sərvət onlar qoyublar, 114 min idi. Sonra Sovet işğalı, millətimizin faciələrinin yaşanmasına baxın. Sonra Sovet işğalı, Sovet işğalından çıxanda 114 min kvadrat kilometri torpağımız oldu, 86,6 min kvadrat kilometr. Görün, nə qədər böyük ərazi. 30 min kvadrat kilometri 70 ildə bu adamlar paramparça elədilər. Bir hissəsi Ermənistana, bir hissəsi Gürcüstana, bir hissəsi Rusiya deyə milləti əzərə elədilər. 280 min kvadrat kilometrimizdə hələ də İranın içində öz, belə deyək, 35 milyon insanımızla hələ də o zor şərtlərdə yaşayır. Amma təkcə bunu mu verdi? Təkcə bunu vermədi. Böyük ağrıları verdim. Mən uşaq olanda, gözümü dünyaya açıb, dünyanı dərk eləyəndə, mən atamı həmişə Şəhriyarın Heydər Baba şeirini deyərdi, ağlayardı. Fikirləşirdim ki, bu boyda kişiyim, adam belə zəif adam deyil, güclü bir insan, bir şeirin qarşısında niyə bu qədər ağlayır axı? Və yaxud Rübabə xanım oxuyardı, atam oturub ağlayardı. Deyirdim ki, bu niyə axı belə ağlayır? Balaca uşaq idim. Atamdan soruşurdum ki, niyə? Atam danışırdı ki, çünki bu insanların oxuyan səsi deyil, dərdidir. Bu insanlar, kimisi bacısı orada qaldı, qardaşı burada qaldı, kimisi anası orada qaldı, evladı burada qaldı. İllərlə insanlar dünyadan köçdü. Anasını görmədən, evladını görmədən, qardaşını görmədən bir insanlıq faciəsini də yaşatdılar bizim millətimizə. Bunu biz evladlarımıza öyrətməliyik. Onlar bizim atalarımızın yaşadığı ağrıları evlatlarımız hiss eləməsə ürəyində, onlar heç zaman heç bir milli davanın arxasınca getməyəcəklər. Ona görə qadınlar önəmlidir, ona görə qadınlar vacibdir. Mən sadəcə qadınları, qadınların haqlarını üçün görmək istəmirdim. O məsələ önəmlidir. Mən qadınlarımızın milli davadakı rolunun yüksəldilməsi üçün görmək istəyirdim. Və mən buradakı kişilərimizdən də xahiş edirəm. Xanımlarınızı çəkməyin bu davaların arxasından. Bu aktiv, fəal hərəkatdan çəkməyin. Siz düşünün ki, bununla siz kömək etməklə həm də millətimizə, vətənimizə kömək etmiş olursunuz ki, o qadınlar, o analar da əgər sizi qədər o davaların içərisinə girəcəksə. Bugünlər bizim çox ağır faciələrimiz var. Biz o faciələri həll eləməliyik. Biz o faciələrin üzərinə su səpməliyik, o faciələrdən qurtarmalıyıq ki, ən azı gələcək nəsillərimiz bizə deməsinlər ki, bax, sizin daha çox şansınız var idi, siz daha çox şey eləyə bilərdiniz, niyə etmədiniz? Niyə hər dəfə miras qoydunuz? Biz bəzən dədələrimizi sorğuluyuruq, babalarımızı sorğuluyuruq, baxmayaraq ki, onlar bizdən daha ağır şərtlərdə idi, düşünürük ki, bəlkə onlar daha çox şey edə bilərdilər, etmədilər. Amma bizim evlatlarımız bizi 2 qat ittiham edəcək, çünki doğrudan da bizim imkanlarımız atalarımızın şərtlərinə və imkanlarına görə daha çoxdur ki, biz dərdlərimizi uğrunda, davalarımız uğrunda, bu dərdlərimizi sarmağımız uğrunda, bu yaralarımızı sağaltmaq uğrunda ciddi şəkildə mübarizə aparmalıyıq. Nədir bizim bu davalarımız? Bu davamızın bir ondan ibarətdir ki, biz davalarımızın arxasında Azərbaycanlı olaraq tam durmağı bacarmalıyıq. O bəlanı ki, bizə veriblər o Gülüstan Türkmənçayı imzalayanlar, o şimallı, cənublu, o lənətə gəlmiş şimallı-cənublu anlayışını düşüncələrimizdən silməliyik. Nə fərqi var? Şimalda doğulduq, cənubda doğulduq. Bunun bizim davalarımıza nə adiyyatı var? Kim tam şimallı, kim tam cənubludur? Burada əlini qaldırsın. Kökünüzü axtarsanız, cənubluların bir hissəsinin ailəsinin bağları şimalda var, şimallıların bir hissəsinin cənubda. Mənim ailəmi axtarsanız, mənim yarım Cənub Azərbaycanlıdır. Mənim dədələrim Nadir Şahın nəslindən gələn törəmələrdir. Mənim nəsil tariximin böyük bir hissəsi Cənub Azərbaycana bağlıdır. Amma mən doğulmuşam, mənim atam doğulub və mənim anam, belə deyək, şimali dediyimiz Azərbaycandandır. Sizin içinizdə də bu insanlar o qədər çoxdur və biz davalarımızı şimala, cənuba bölməməliyik. Bunu düşüncələrimizə bitirməliyik. Cənubluların cənubda öz davaları var, şimallıların da öz davaları var. Hərə də öz davasıyla məşğul olsun, xeyr qardaş. Elə bizi istəməyənlərin
əsas içimizə atdığı məsələ budur ki, hər kəs özünlə məşğul olsun, başları qarışsın, bir-birlərinlə də bir məclisə girəndə elə şimallı, cənublu deyə mütləq mübahisələr yaransın müxtəlif məsələdə və ya kimsə bayraq üstündə mübahisə açsın ki, nə bayraqdır, kimsə paytaxt nə olacaq, onun üstündə mübahisə açsın, kimsə bizim davamız öncə gəlir, sizin davanız deyə bu şeylər ortaya düşsün də bunlar aman ha, birləşməsinlər, bunlar aman ha, bir yerdə olmasınlar. Bizim düşmənlərimizin istəyidir bu və kimsə bu günləri bu düşüncə ilə bu üz-üzə gəlirsə, o düşünməlidir ki, o düşmənimizin yanındadır, o bizim yanımızda deyil. Demək ki, o düşmənimizin yanındadır, bizim deyil. Ona görə də biz şimallı, cənublu demədən bir millətin davası var, bir vətənin davası var. O vətənin adı Azərbaycandır, o millətin də adı Azərbaycan türkləridir. Nədir bizim davamız? Bizim davamız bu günləri davamızın biri Ermənistanın işğalı altında olan torpaqlarımızdır. Hansı Azərbaycanlı özünün içinə rəva görür ki, onun vətəninin bir parçası bu günləri də Ermənistanın işğalı altında olsun. Bunu özünə qəbul edən Azərbaycanlını, mən Azərbaycan türkünü, mən Azərbaycan türk Azərbaycanlı hesab etmirəm. Əgər o hesab edirsə ki, onun 1 milyon qardaşı, bacısı 20 ildir öz evinə dönə bilmirsə və o onun davasıyla bağlı, onun problemləri ilə bağlı heç nə eləmək istəmirsə, o bir Azərbaycanlı ola bilməz. Əgər Qarabağla bağlı bir miting varsa, bir tədbir varsa, bir toplantı varsa, əgər mənim qardaşım, bacım hərəsi deyir ki, mən şimalı məsələn, o köhnə, o lənətə gəlmiş ifadə ilə ki, bu artıq leksikonumuza daxil olub şimal, cənub, nə bilim və s. Əgər o mənim davam deyil ki, bizə nə aidiyyət var, mən gedib orada iştirak eləmirəm, onun mənə nə aidiyyət var, mən onun üçün bir şey eləməliyəm deyirsə, o çox təəssüf ki, mən hesab edirəm ki, biz onu itirmişik. Azərbaycanlı və Azərbaycan türkü olarıq və biz onları yenidən qazanmalıyıq. Biz insanımız, bayaq Əfsanə xanımla mən dünənləri də bu geniş danışdıq, biz insanımız bizi kimi düşünmür. O yanlış düşünür deyə insanımızdan üst çevirməməliyik. O bizim qardaşımızdır, bizim bacımızdır. Biz çalışmalıyıq ki, onların düşüncələrini dəyişək. Bəlkə hansısa səbəblərdən, hansısa yaşadığı mühitdən, hansısa öyrədilən ona biliklərdən biz onu, belə deyək ki, bizim düşüncəmizə görə itirmişik. Amma mən inanmıram ki, biz onu tam itirmişik. Mən inanıram ki, biz onları öz yanımıza çəkə bilərik, vətənimiz və milli davalarımızın arxasına gətirə bilərik. Bu asan proses deyil, bu çox çətin prosesdir. Amma millətin aydını, millətin ziyalısı, millətin öndə gələni elə bunun üçün lazımdır ki, o düşüncəli insanları, o millətdən biraz uzaq düşüncənin insanlarını millətin davalarının arxasına gətirib toplaya bilsin. Ona görə də burada incimədən ki, bu tədbirə qatılmadılar. Mən bilirəm ki, İsveçdə nə qədər Azərbaycanlı yaşayır, nə qədər Güney Azərbaycandan insan yaşayır və onların bir hissəsi burada ona görə yoxdur ki, onlar hələ Azərbaycanlı düşüncəsini qəbul edə bilmirlər. Onlar hələ də İranlı düşüncəsindədirlər və ona görə gəlmirlər. Amma onlar bizim bacımız, qardaşımızdır. Biz onlarla daha çox işləməliyik, daha çox söhbət eləməliyik. Biz deməməliyik ki, onlar pisdirlər, onlar yaxşı deyirlər. Biz deməliyik ki, bu bizim faciəmizdir, bu bizim problemimizdir. Amma biz bu faciəmizin davam etməməsi üçün bunu bilənlər, düşünənlər daha çox çalışmalıyıq ki, gələcəyə bax bu cür toplantı salonları o qədər dolu olsun ki, bizim evlatlarımızın keçirəcəyi və davalarımızın arxasında güc olsun. Niyə? Bir İsveçli görsə ki, dünyanın hər yerində mən deyirəm, bir davanın arxasında, məsələn Qarabağ davasının arxasındakı bir mitingdə, bir toplantıda 5000 insan toplanır. O problemi ayrı cür yanaşacaq. Çünki niyə? Bilir ki, o insanlar onun seçmənidir. Onlar ona səs verəcəklər. Və əgər 5000, 10.000, 15.000 adam bu davanın arxasında doğrudan varsa və səsini də buna görə istifadə eləyəcəksə, o zaman başqa cür davranacaq. Baxın Fransaya, hansı partiya gəlir gəlsin iqtidara? Tarixindən bugün hansı partiya gəlir gəlsin, mütləq bu sözdə erməni soyqırımı məsələsi, erməni məsələsindən bağlı təxminən eyni mövqedədirlər. Niyə? Çünki onlar bilirlər ki, ermənilər hər məsələdə öz aralarında müxtəlif fikirləri ola bilər. Amma sözdə erməni soyqırımı məsələsində bunların heç bir fikir ayrılığı yoxdur və bu məsələ onların səs verməsində əsas məsələdir. Yəni, onlar səs verəndə hansı namizədin bu məsələyə daha çox diqqət edəcəyini bilərək o səsi verirlər.
Bunu bildikləri üçün də hər zaman bu məsələnin üstündə, bax bu yalan, yanlış, ədalətsiz, özləri də bilirlər ki, bu ədalətsizdir, belə bir soyqırım olmayıb. Amma o erməni, Fransanın ayrı maraqları bir tərəfə, amma millət və şey olaraq, siyasətçilər olaraq öz kiçik maraqları üçün də bunu istifadə eləyirlər. Hər yerdə də bizim insanımız az deyil ki, mən soruşdum, Azərbaycanlılar olaraq, təkcə Azərbaycan türkləri olaraq 30.000 varıq biz İsveçdə. Bütün türk toplumu olaraq, mən dünənlər öyrəndim, 150.000-ə yaxın bir nüfuzdan söhbət gedir. 150.000 nə deməkdir? 30.000-in özü ilə Azərbaycan türk olaraq bu çox böyük rəqəmdir. Demək ki, daha çox, yəni o bütün türk kökənliləri də saysaq, demək ki, bir yerdə gəl biz buranın siyasətində bu məsələləri gətirə bilməmişiksə, bunu ciddi şəkildə düşünməliyik. Demək ki, burada bizim problemimiz var və o problemdən çıxmaq üçün, bax, belə toplantılar düzənləyərək nə etməliyik? Bunun üzərində ciddi müzakirələr açıb bir yerdən başlamalıyıq. Gözləməməliyik ki, 500 adam burada olsun. Demək ki, belədir. 500 adam olmayacaq. Elə buradan başlayıb nələrisə etmək lazımdır. Bizim əsas davamız nədir? Qarabağ davası ilə bərabər bu Cənubi Azərbaycan davasıdır. Bizim hamımızın ürəyimiz ağrıyır. Mən bayaqları dedim, vətənimizin o qədər böyük bir hissəsi orada inim-inim inildiyir bu günləri də. Bir millətin, mən Avropa Şurasında da bunu açıq şəkildə dedim. Dedim, mənə bu dünya xəritəsində belə bir dövlət göstərin ki, o dövlətin əhalisinin yarısı, bir millətin ən azı yarısı, bir millətin nümayəndələri olsun, amma onların ana dilində heç bir haqqı olmasın. Bu adamlar nə ibtidai, nə orta təhsil ala bilsin, nə ali təhsil ala bilsin, nə ana dilində televiziyası olsun, nə radiosu olsun. Belə bir millət varmı ki, dünyada bir dövlətin əhalisinin yarısıdır. Yəni bu 5% deyil, 6% deyil, 10% deyil, 15% deyil. Bu ən azı yarısıdır, amma bu insanlar öz ana dilindən məhkum buraxılıblar. Adamlar universitetlərdə ana dilində danışmaq üstündə cəza alırlar ki, niyə burada orada cəza alırsa, dünyanın arasında insanlar ana dilində danışdığına görə cəzalandırıldığı yerləri göstərin. Amma İranda bugün bu vəziyyətdir. Son Urmiya gölü ətrafında baş verən hadisələrə baxın, insanların haqlı səsi eşidilmək əvəzinə həbsxanalara dolduruldu. İşgəncələr, əziyyətlər, insanlara nə zülm verildi. Niyə verildi? Çünki o insanlar bilirdi ki, Urmiya gölünün quruması nə deməkdir? Urmiya gölünün quruması 10 milyondan artıq Azərbaycan türkünün oralardan didərgin düşməsi deməkdir. Və biz tariximizdə çox önəmli yer tutmuş belə bir coğrafi məkanda, kompakt Azərbaycanlıların yaşadığı bir məkanda insanlarımız çox ciddi problemlərlə üzləşəcəkdir. Yəni nədir? İnsanlar milli haqqını, kiçik bir milli haqqı ki, bugün dünyada insan haqları anlayışının oturduğu bir dünyada insanlar kiçik bir haqqını belə istəyəndə, mən böyük haqlarını demirəm, kiçik haqqını belə istəyəndə o insan həbsxanaya salınır, ailəsi işgəncələr edilir, əziyyətlər edilir. Bəli, o insanlarımızın taleyi burada ondadır. Və Əfsanə xanım burada vurğuladı. Mən hətta bəzi insanlar ki, bu cür toplantılarımızda narahat olub gələ bilmirlər, onların bəzilərini anlayıram da. Mən belə insanlar tanıyıram ki, toplantıya qatıldığı üçün bir toplantıya bütün nəslinə, ailəsinə işgəncə veriblər İranın içində. Ki, sənin qohumun, əqraban, nə bilim, Türkiyədə mi, Azərbaycanda mı, orada mı, burada mı bu toplantıya qatılıb, o toplantıda da adamlar millətinlə, vətəninlə bağlı siz İran içərisindəki vəziyyəti belə rahat qəbul eləməyin. Doğrudan da ağırdır orada vəziyyət. İnsanlar özü narahat olur ki, mənə görə bir ailəmi, nəslimi orada əziyyət edirlər. Bu asan bir məsələ deyil, amma biz nə edə bilərik? Biz o zaman gərək bu mücadiləmizi aparmayaq. Mücadiləmizi də aparmaq üçün Əfsanə xanımın da vurğuladığı kimi bəzən əziyyətlərə də dözməliyik, işgəncələrə də dözməliyik, ağrılara da dözməliyik ki, ən azı gələcəyimiz daha yaxşı ola bilsin. Çünki bizim oradakı insanımızın, vətənimizin bir parçasının o cür, o vəziyyətdə olması bizi rahat sala bilməz. Amma məni onu qədər də bilirsinizmi nə ağrıdır? O ağrıdır ki, biz bu davanı dünyaya çatdıra bilməmişik. Mən dünyanın müxtəlif yerlərinə gedirəm, beynəlxalq təşkilatlarda olsun danışıram. Müxtəlif, dünənləri İsveç parlamentində İsveçli deputatlarla görüşürdüm. Adama danışıram, adam mənə belə
belə baxır ki, necə yəni belə bir məsələlər var. Yəni bilgisizdir. Yəni biz bu qədər ağır məsələlərimizi, bu qədər böyük bizi narahat edən məsələləri lazımi səviyyədə duyura bilməmişik, çatdıra bilməmişik və biz bunu düşünməliyik ki, millət olaraq şimallı, cənublu, harda doğulduq, yenə gəldik, fərqi yoxdur. Bu bizim millətin, vətənimizin davasıdırsa, bunun arxasında olacağıq. Ona görə də birlik, bərabərlik içərisində yürüməmiz gərəkir. Davalarımızı ayırmadan, şimallıların şimallı, cənubluların cənublu davası yox. Azərbaycanlıların Azərbaycan davası var. Qarabağda, Cənubi Azərbaycanda bu davaların hamısının adı Azərbaycan davasıdır. Bu bizim vətənimizin davasıdır və o vətən bizə deyir ki, artıq dünyada layiq olduğun haqqı almaq üçün qollarını çək və savaş, haqqını al. O haqqı sənə heç kəs verməyəcək. Ona görə də mən sizin hamınızı çağırıram, xüsusilə qadınlarımızı çağırıram ki, bu davalarımızda daha möhkəm olun, xüsusilə də evlatlarımızı belə böyütməmiz açısından. Mən sizə bir misal çəkmək istəyirəm. Mən İsrail-Fələstin münaqişəsi ilə bağlı o zaman televiziyada işləyəndə bir film eləyirdim. İsrail tərəfdə mənim bir bələdçim vardı, professor idi, qadın Maya. Bu qadın İsraildə doğulmamışdı. Çox sonralar köçmüşdü İsrailə, yaşamışdı. Amma bütün həyatını sərf eləmişdi İsrailə. Mən ondan soruşdum ki, bax, necə belə ola bilir? Siz İsraildə doğulmuyubsunuz, böyümüyübsünüz, oxumuyubsunuz da İsraildə. Sonra gəlibsiniz, amma bu qədər belə bu davalarınızın, yəni sizin özünüzə baxışınız açısından arxasınca gedirsiniz. O bilirsiniz mənə nə dedim? Qadının, ananın önəmli buna gətirəcəm. Ailənin önəmli. Tək ananın da deyil, ana ilə bərabər atanın da, ailənin də önəmli. Deyir ki, biz İsrail o zaman heç yox idim. Biz deyir, İsraildən deyir, uzaqlarda doğulmuşuq, yaşamışıq. Amma bizim deyir, bütün məclislərimizdə, ailədə, yəni böyük məclislər olmasın, kiçik ilə bir süfrənin arxasında da qohumlar, əqrabalar toplananda, siz bilirsiniz, birincisində onlar ayağa qalxıb, hər kəs nə deyərdim? Mən dedim, mən bilmirəm, doğrusu bilmirdim. Dedi ki, hər kəs deyərdi ki, bunu içək yeni quracağımız Yerusəlimin sağlığına. Mən deyir, fikirləşirdim, həyatımda heç vaxt Yerusəlimi görməmişəm, Qudüs. Amma mən fikirləşirdim ki, o masanın arxasında mənim nənəm var. Yəni atamın anası. Mənim anam var, atamın həyat yoldaşı. Mən varam, atamın evladı. Mən fikirləşirdim ki, bu Yerusəlim nədirsə, demək, mənim atam üçün öz anasından daha əzizdir ki, atam birinci öz anasının demədi, ayağa qalxıb ki, anamız belə, anamız elə, birinci Yerusəlim dedi. Demək ki, bu Yerusəlim nədirsə, atam üçün anasından önəmlidir. Sonra orada həyat yoldaşı oturub. Mən fikirləşirdim ki, bu Yerusəlim nədirsə, demək, atam üçün öz həyat yoldaşından da daha önəmlidir. Sonra deyir, dünyada insan üçün ən, belə deyək, önəmli şey evladı olur. Atam bizi yox, Yerusəlimi dedi. Mən fikirləşirdim ki, demək bu Yerusəlim nədirsə, mənim atam üçün öz evlatlarından da önəmlidir. Biz belə böyümüşük dedi və biz fikirləşirdik ki, böyüyərək. Bu Yerusəlim nədirsə, demək bizim üçün hər şeydən önəmlidir. Biz bununla böyüyən bir toplum olaraq necə bu davanın arxasında olmaya bilərik? Görürsünüz, bir millət özünə dava fikirləşir və o davaları necə öyrədir? Sonra da o Ben-Qurionun məşhur nəzəriyyəsi, əsas odur tarixdə nə baş verib, əsas odur biz onu necə yazmışıq. Amma yazmışıq və öyrətmişik. Amma biz özümüz öz tariximizi, yalan olmayan, gerçək tariximizi öyrədə bilmirik, davalarımızı öyrədə bilmirik uşaqlarımıza. Bəlkə elə ailələrimizdən başlayaq. Ailələrimizdən başlayaraq toplaşanda axşamları, belə deyək, bir ailə bir yerə toplaşanda Cənubi Azərbaycan deyək birinci. Birinci Qarabağ deyək. Bəlkə belə desək, o balaca böyüyən uşaqlar böyüyəndə bizi kim olmayacaqlar. Onlar davalarına daha sahib olacaqlar. Onlar düşünəcək ki, mənim anam atam üçün bu Cənubi Azərbaycan və ya bu Qarabağ nədirsə, bu hər şeydən önəmlidir. Çünki hər gün məndən də çox, bilmirəm, həyat yoldaşından da, anasından da, atasından da çox bunun üçün yanır, bundan danışır. Demək, bu çox önəmli bir şeydir. Biz bunun üçün savaşmalıyıq, biz bunun üçün mübarizə aparmalıyıq, biz bu davaları qazanmalıyıq. Ona görə də bunu xahiş edirəm, qadınlarımızı aparın. Bu yerdə qadınlarımızın zəifliyi çoxdur. Çünki biz
qadının ailə üzərində, evlad üzərində yetişməsində hökmran toplumuq. Anadan daha çox şey asılı olur bu məsələdə və mən bunu təkrar vurğulayıram. İkincisi, bizi buraya toplayan milli kimlik olaraq Türk milli kimliyidir. Mən burada çox narahat olduğum, dünyanın hər yerində bu narahatlıq getdiyim zaman hiss edirəm. Burada da hiss edirəm ki, çox təəssüf ki, biz Türk milli kimliyi ətrafında birləşə bilmirik. Həmişə coğrafiyalara yapışaraq qalırıq. Kimsə Kıbrıslıdır, kimsə Azərbaycanlıdır, kimsə Türkiyəlidir, kimsə İraqlıdır. Hər kəs bu coğrafiyalı ola bilir. Bir dənə Türk olub birləşə bilmirik davalar arxasında. Bu coğrafiya düşüncəsindən çıxmaq lazımdır. Nə önəmi var ki, adam Konya'da doğuldu, yoxsa Tovuz'da doğuldu, Gəncədə doğuldu, Kərkükdə doğuldu, Lefkoşa'da doğuldu. Bu ikinci dərəcəli bir məsələdir. Ən önəmli məsələ odur ki, sən bir millətin nümayəndəsisən və bu millətin adına gələn onun adına vurulmaq istəyən hər ləkə, o millətə edilən hər bir böhtan, iftira, hamısı o millətin nümayəndəsi olaraq sən onu canında hiss eləməlisən. Mən həmişə Fransada olanda bu sözü deyirəm. Deyirəm, bu sözdə erməni soyqırım iddialarıyla bağlı məsələdən. Bu, hardan gəlməsindən asılı olmayaraq bütün Türk insanının davası olmalıdır. Sabah bu qərar qüvvəyə minsə, sən deyəcəksən ki, mən Azərbaycan türküyəm, ya mən bilməm, İraq türküyəm, bağışlayın, mənim o Türkiyə türklərinin adiyyatım yoxdur. Elə bir şey yoxdur. Deyəcəklər, siz türksünüz, siz eləyibsiniz bunu. Və orada yaşayan insanımız özünü necə hiss eləyəcək? Mən çox inanıram ki, İsveçdə özünü türk hiss eləyən adamlar özünü çox rahatsız hiss eləyir. Niyə? Bu qonuda erməni soyqırımı iddialarının qəbuluna görə. Niyə? Çünki o hesab edir ki, o millətin nümayəndəsidir. O həmişə onun əzikliyini hiss eləyəcək. Niyə bizim evlatlarımız Avropanın müxtəlif ölkələrində özlərini mənəvi cəhətdən belə əzik hiss eləməlidirlər? Niyə? Axı biz Türk milləti olaraq Avropanın hər yerində də elə, dünyanın hər yerində də bu ermənilərdən az deyilik. Ermənilərdən az deyilik, biz ermənilərdən çoxuq. Fransada da say olaraq 400 min erməni varsa, 500 min erməni varsa, 600 min düz Türk var, Türk kökənli insan var. Amma niyə? Yenə bayaq o şimallı, cənublu dediyim bəla, indi də Türklərin coğrafi anlayışında var. O Türkiyə türklərinin davasıdır. Getsin, özləri də məşğul olsun. Bu düşüncə o qədər yanlışdır ki,